Natural gas escaping the Absheron Peninsula is the home to the Burning Mountain Yanardağ, a rare geological site. Natural gas escaping the Absheron Peninsula, yani Abşeron yarımadasından çıxan təbii qaz, is the home, yəni evidir, məskənidir. Abşeron yarımadasından çıxan təbii qaz nəyin evidir, haranın evidir? Home to the Burning Mountain Yanardağ. Burada Burning Mountain sözü yanardağ sözünün İngilizcə versiyasıdır. Ona görə də tərcümə biraz maraqlı alınır. Yəni Abşeron yarımadasından çıxan təbii qaz yanardağ mənalı, yanardağın yerləşdiyi bir yerdir, məkandır, evdir. A rare geological site, yəni nadir geoloji məkan, yer. Natural gas escaping from the ground burns constantly here. Cümlənin mübtədasını tapsaq, tərcümə etmək, mənasını anlamaq daha asan olacaq. Burada natural gas escaping from the ground cümlənin mübtədasıdır. Mənası torpaqdan çıxan təbii qaz. Nə? Torpaqdan çıxan təbii qaz. O mənanı ifadə edir. Xəbər isə burns constantly here. Yəni burada daimi yanır. Torpaqdan çıxan təbii qaz burada daimi yanır. Travelers saw it thousands of years ago and wrote of natural flames that were never extinguished on the land at sea. Səyahətçilər bunu minlərlə illər əvvəl görüblər və dənizdə heç vaxt sönməyən təbii od, alovlar haqqında yazıblar. Natural flames that were never extinguished, yəni heç vaxt sönməyən təbii alovlar. Yanardağ is an historical and nature reserve, popular among visitors. Yanardağ tarixi və təbii bir qoruqdur. Ziyarətçilər arasında məşhurdur. It's a wonder and gift given by God. Bu, Allahın verdiyi bir möcüzə və nemətdir.